Dünya çempionatına ciddi səylə hazırlaşan milli komandanın əsas proqramlarından biri də yoldaşlıq görüşləridir. Bu yoldaşlıq görüşləri bir qayda olaraq dünya çempionatı oyunlarının baş tutacağı stadionlarda keçirilir. May ayında milli qızlarımızın Latviyalı həmyaşıtları ilə yoldaşlıq görüşləri üçün məkan Lənkəran seçilmişdi. Dünyanın müxtəlif yerlərində artıq 30 ildən çoxdur qadın futbolunu inkişaf edir. Biz isə bunu, belə deyim, 20 ay bundan qabaq başladıq. 20 ayın nəticəsi bizi üçün genel bəşdir. Bu beynəlxalq oyundur və bizim qadınlardan ibarət yığma komandamız 17 yaşadək ilk beynəlxalq oyunu Lənkəranda keçirtdi və azərkeşləri sevindirdi. Poliyə çatmamışdan qabaq bir 3-4 dəqiqə hamı durur, Azərbaycan himnisini oxuyuruq. Yəni bizə güc verir. Yəni oxuyuruq öz vətənimizə görə. Sonra poliyə çıxanda razminkanı eləyirik qəşəng. Sonra gəldi yığışırıq, özümüzə dəstək veririk də. Yəni deyirik ki, qızlar belə eləyək, çalışaq, yaxşı oynayaq, udaq oyunu. Milliyə düşmək üçün çətindir də başqa ölkələrdə. Ümumən Azərbaycanda da belə baxanda get-gedə çətinləşir də. Gərək güclü məşq eləyərsən, özü qəşəng göstərərsən ki, milliyə düşərsən də. Yeniyetmə qızlardan ibarət milli komandanı qurmaq və dünya çempionatına hazırlaşmaqdan ötürü 2010-cu ilin may ayında Alman millisinin veteran futbolçusu və məşqçi Silvia Rayt Azərbaycana dəvət edildi və həminki vaxtdan etibarən də qadın futbolunun inkişafı istiqamətində ciddi quruculuq işlərinə start verildi. Ich sehe schon eine Entwicklung, natürlich, klar, es ist... Latviya ilə oyuna çıxanda da qızların qarşısındakı məqsəd özlərini ən yaxşı şəkildə təqdim etməkdir. Rəqibin fiziki göstəricilərindən asılı olmayaraq, əllərindən gələnin ən yaxşısını etməliydilər və bunu bacardılar. Oyun boyunca hər kəsə göstərdik ki, bu meydançada bir rəqib var, o da bizik. Öz sahəmizdə oynayırıq, azarkeşlərdən ehtiyacımız olan dəstəyi gördük. AFFA rəhbərliyinin diqqətinə və təşkilatçılığına görə xüsusilə də AFFA prezidenti cənab Rövnək Abdullayeva təşəkkürümüzü bildirmək istəyirəm. Bu oyuna qədər keçmişə baxdığımızda həm yaşıl sahənin içində və həm də kənarında 2 illik çox gərgin bir əmək durur. Bütün komandanın, kollektivinin işindən bəhs edirəm. Qızlardan asılıdır bizim hədəflərimiz. İstər fiziki, istər texniki olaraq kifayət qədər inkişaf ediblər. Bugündən sonra onların səviyyəsini artırmağa çalışmaq səhv olardı. Oyunçular finallara 70% hazırdılar və bundan sonra da indiyədək öyrəndiklərindən möhkəm yapışıb, əllərindən gələn oyunu, ürəklərini çempionatda ortaya qoymalıdırlar.